Peyğəmbərimizi 6 yaşında bir qızla özü 50 yaşında olanda nişanlanır. Peyğəmbər 53 yaşı olanda, Ayşənin də 9 yaşı olanda Peyğəmbərimiz onunla ailə həyatı qurmuş olur. Bu mənə həmişə qəribə gəlir. Bunu deyənlər həqiqətən özləri öz qızlarını 6 yaşdan kimləsə nişanlayıb 9 yaşında ərə verərlərmi? Peyğəmbərimizlə bağlı orada elə rəvayətlər var ki, deyir ki, qadının ağlı da, dini də zəifdir. Niyə? Qadın olduğuna görəmi? Yaxud deyir ki, mən baxdım cəhənnəmdə olanların çoxunu qadınlar təşkil edir. Necə oldu? Peyğəmbər bunları mı saydı? Yoxsa gözə yarımın bunu dedi? Yəni bir qadına qarşı bu rəftar, davranış, heysiyyət yoxsunu yanaşma hardan qaynaqlanır? Ona görə bütün bunlar təbii ki, bizi sorğulamağa vadar elədi və bu sorğulamağı elədiyiniz zaman da siz onların özlərinin din anlayışına zidd getdiyinizə görə sizi dinsiz, kafir və müxtəlif adlarla adlandırmağa başladılar. Sizin dediklərinizə cavab verməyin əvəzinə şəxsi gözdən salmağa, ləkələməyə cəhd edirlər. Olsun, mən heç də demirəm, olar. Çünki sabahları mən də olmayacağam. Amma əsas odur ki, bizim dediklərimiz, bizim yazdıqlarımız, bizim gündəmə gətirdiyimiz məsələlər müzakirə olunsun. Mən insanların düşünməyinin tərəfdarıyam və onu düşündürməyə çalışıram. Çünki Rəbbimiz Quranda nə deyir? Əfələ təqulun. Niyə ağlınızı işlətmirsiniz? Əfələ tətəfəkkərun. Niyə fikirləşmirsiniz? Niyə tədəbbür etmirsiniz? Dərindən düşünmürsünüz, təhlil eləmirsiniz, analiz etmirsiniz? Rəbbimiz bizdən bunu soruşur. Bunu eləmək istəmirsə, bu da hər kəsin öz seçimidir. Hörmətlə yanaşıram.